Salam dostlar. Bugün size CutVoice AI proqramını necə yükləməyi göstərəcəm. İlk növbədə proqramın rəsmi saytı olan cutvoiceai.com ünvanına daxil oluruq. Sayt açıldıktan sonra qarşımıza çıxan yükləmə butonuna bir dəfə tıklayırıq. Açılan növbəti səhifədə proqramın rahat və problemsiz işləməsi üçün tələb olunan sistem parametrlərini görə bilərsiniz. Həmçinin proqramı yüklədikdən sonra lisenziyanı necə əldə edəcəyiniz barədə məlumat və əlaqə üçün WhatsApp nömrəsi də burada qeyd olunub. İndi isə keçək əsas yükləmə hissəsinə. Buradakı yüklə butonuna kliklədikdə sistem bizi birbaşa yükləmə səhifəsinə yönləndirir. Səhifədəki download düyməsini sıxırıq və beləliklə proqramın CutVoice AI Setup 1.5.3 exe faylını kompüterimizə yükləyirik. Hər şey bu qədər bəsit. Növbəti videoda görüşənə. Salam dostlar. Bugün sizə CutVoice AI proqramını təqdim edirəm. Bu, bildiyiniz kəsim proqramlarının daha üst versiyasıdır. Burada işləri daha sürətli və asan görə bilərsiniz. Hətta ustalar özü də birbaşa qoşulub ölçüləri yaza bilərlər. Gəlin necə işlədiyinə birlikdə baxaq. Proqramı ilk dəfə açdıqda, bizi olduqca rahat və anlaşılır bir giriş pəncərəsi qarşılayır. Yuxarı hissədə 4 fərqli dil seçimi yer alsa da, proqram avtomatik olaraq birbaşa Azərbaycan dilində aktivləşir. Sistemə sürətli giriş etmək üçün isə sadəcə Gmail ilə daxil ol düyməsinə klikləməyiniz kifayətdir. Bu zaman sistem, kompüterinizdə əsas olaraq təyin edilmiş browser vasitəsilə, istər Chrome olsun, istər digərləri, sizi birbaşa rəsmi giriş səhifəsinə yönləndirir. Əgər brauzerinizdə Gmail hesabınız artıq aktivdirsə, yenidən şifrə yazmanıza heç bir ehtiyac qalmır. Sadəcə profilinizin üzərinə klikləməklə növbəti mərhələyə keçid edirsiniz. Yox, əgər hesabınız aktiv deyilsə, Gmail ünvanınızı və şifrənizi yazaraq daxil olursunuz. Giriş etdikdən sonra browserin yuxarı hissəsində kiçik bir təsdiq pəncərəsi açılacaq. Həmin təsdiq düyməsini sıxan kimi sistem bizi avtomatik olaraq yenidən proqrama qaytarır və tətbiqimiz artıq ödənişsiz rejimdə tam istifadəyə hazır vəziyyətə gəlir. Proqrama ilk dəfə daxil olduqda, sistem ödənişsiz rejimdə aktivləşir. Bu rejim proqramın funksiyaları və lisenziya şərtləri ilə yaxından tanış olmaq xarakteri daşıyır. Ödənişsiz versiyada maksimum 5 ölçüyə qədər daxil etmək mümkündür. 6-cı ölçünü qeyd etmək istədikdə, sistem sizi avtomatik olaraq lisenziya paketləri bölməsinə yönləndirəcək. Cari versiyada lisenziya paketlərini birbaşa tətbiq üzərindən aktivləşdirmək hələ ki mümkün deyil. Aktivasiya və lisenziya satın alması üçün yalnız WhatsApp nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Əlavə olaraq qeyd edim ki, ödənişsiz rejimdə printerdən istifadə funksiyası məhdudlaşdırılıb. Lakin siz proqramın haqqında bölməsinə keçid edərək tətbiqin imkanları, mövcud funksiyaları və gördüyü işlər barədə ətraflı məlumat ala bilərsiniz. Ekrandan da göründüyü kimi, hal-hazırda sistemin 1.5.3 versiyasından istifadə edirik. Proqramın ən üstün cəhətlərindən biri də eksport və idxal funksiyasının mövcudluğudur. Bu funksiya sayəsində hazırladığınız kəsim xəritələrini gələcəkdə eyni proqramdan istifadə edən iş yoldaşlarınıza və ya digər əməkdaşlarınıza rahatlıqla göndərə bilərsiniz. Beləliklə onlar heç bir vaxt itirmədən həmin faylı öz proqramlarında açaraq işə davam edə bilərlər. Layihə yaratmazdan əvvəl, ilk öncə ambar bölməsinə daxil olub lövhələrimizi əlavə edirik. Bizim belə bir ambar panelimiz var. Panelin içində lövhələr, PVC-lər, bir də ki qalıq materiallar qeyd olunur. Ambarda yeni material formalaşdırmaq üçün istər səslə daxil etmə, istərsə də əllə daxil etmə bölməsindən istifadə edərək, yaradacağınız layihənin lövhə adını mütləq şəkildə qeyd etməlisiniz. Məsələn, panelin adı, panel, ölçüsü 2800-ün 1220-yə. Burada ölçüləri mütləq şəkildə millimetrlə qeyd etmək lazımdır. Məlumatları yazdıqdan sonra yadda saxla düyməsini sıxırıq və panelimiz avtomatik olaraq bura ambar siyahısına gəlib düşür. Hətta burada stokda qalan miqdarı da idarə edə bilərsiniz. Misal üçün, ümumi sayımız 200 ədəd olub, hal-hazırda stokda qalanı 100 ədəd kimi qeyd edib yadda saxlamaq mümkündür. Siz materialı işlətdikcə, sistem avtomatik olaraq bu miqdarı stokdan çıxacaqdır. Bizdə burada ambarda PVC də var. Buradan PVC-ni də qeyd etmək olar. Misal üçün, renci ağ, uzunluğu 500 metr. Bəs offset payı nedir? Gəlin bunu izah edək. PVC-lərdə detalların başından, yəni kənarlarından bir növ artıq hissələr, artıq PVC-lər çıxır. Həmin o kənara çıxma payı məhz bu offset payıdır və burada millimetrlə qeyd olunur. Mən bu offset payını 40 millimetr olaraq yazmışam. Əlbəttə, siz öz isteğinizə və ehtiyacınıza uyğun olaraq başqa bir ölçüdə qeyd edə bilərsiniz. Məlumatları daxil edib təsdiqlədikdən sonra PVC-miz avtomatik olaraq bura əlavə olunur. Göründüyü kimi, 0.4 PVC-miz 40 mm offset payı və 500 metr uzunluğu ilə artıq ambarda hazırdır. Proqramın əsas səhifəsində layihə yarat butonunu sıxaraq yeni layihə yaradaq. Yeni layihə funksiyasına klikləyirik və ilk növbədə müştərinin adını qeyd edirik.
Müştəri adı Həsən. Material bölməsindən ambarda öncədən yaratdığımız paneli seçirik və dərhal yanındakı xanadan ağ PVC-ni təyin edirik. Hazırdırsa, başla düyməsinə klikləyirik. İndi isə ölçülərimizi ardıcıllıqla daxil edirik. 400-ün 600-ə ölçüsündə 5 ədəd, 2 uzun kənarı PVC-li, 800-ün 300-ə ölçüsündə 2 ədəd, 2 uzun kənarı PVC-li, 625-in 525-ə ölçüsündə 5 ədəd, 1 uzun, 1 qısa kənarı PVC-li. Burada işimizi asanlaşdıran belə bir funksiyamız var. Mərkəzdə yerləşən bu düyməni aktivləşdirdikdə detalın dörd bir tərəfinə də avtomatik olaraq PVC tətbiq olunur. Yəni 4 tərəfi də PVC olacaq detalları tək-tək nişanlamağa ehtiyac qalmır. Məsələn, 400-ün 520-yə ölçüsündə 5 ədəd yazırıq və sistem 4 tərəfə də PVC-ni avtomatik olaraq qeyd edir. Və son olaraq burada tutaq ki 500-ün 500-ə ölçüsünü daxil etdikdə diqqət etsəniz burada şpon düyməsi var. Bu düyməni sıxdığımız zaman sistem materiala avtomatik olaraq şpon örtüyünü təyin. Mən sizə burada tənzimləmələrdən qısa yolları göstərim. Bizdə gördüyünüz kimi 0.4 PVC 1 tirə, 1 mm PVC 2 tirə, 2 mm PVC üst tirə, qalınlaşma isə 4 tirə kimi qeyd olunub. Siz buraları istədiyiniz kimi dəyişə bilərsiniz. Proqramda işləyərkən 0.4 PVC yazmaq istəyəndə slash işarəsini sıxırıq. 1 mm PVC-yə keçmək üçün vurma düyməsini, 2 mm PVC üçün sıxma düyməsini, qalınlaşmayı keçmək üçün isə toplama düyməsini sıxırıq. Bunlar bizim işimizi sürətləndirən qısa yollardır. Klaviaturada mən bunları xüsusilə rəqəmlərin ətrafına qeyd eləmişəm ki, istifadəsi rahat olsun. Siz bunu istədiyiniz kimi dəyişə də bilərsiniz. Burada şpon qeyd edəndə nida işarəsi sol tərəfdə klaviaturada və CNC-yə qeyd edəndə at işarəsi ilə qeyd etmək mümkündür. Yəni, shift üstəgəl 1 şpon, shift üstəgəl 2 CNC işarəsi. Rahat şəkildə bir müddət yazdıqdan sonra rahat şəkildə bunları qeyd etmək mümkün olacaq. Gəlin yoxlayaq. 400-ün 520-yə ölçüsündə 5 ədəd daxil edirik. Buradan vurma düyməsini basıram, burada keçdi avtomatik 1-ə, yəni 1 mm PVC-yə ölçünü qeyd elədim. Misal üçün çıxma düyməsini bastım, keçdi 2-yə, yəni 2 mm PVC-yə. Burada da ikilini qeyd elədim. Gördüyünüz kimi bir uzun birliyin və bir uzun ikiliyin kimi qeyd olundu bura. Başqa bir nümunəyə baxaq. 700-ün 620-yə ölçüsündə 13 ədəd yazırıq. İkilidir burada. Bir qısa üçün isə toplama düyməsini basıb keçirik qalınlaşmaya. Qalınlaşma qeyd olundu. Nəticədə detalımız bir uzun birliyin, bir qısa qalınlaşma kimi sistemə qeyd olundu. Redaktör bölməsində naxış butonu haqqında məlumat verəcəm. Buradakı əsas texniki məntiq olduqca sadədir. Naxış butonu aktiv olarkən, proqramda birinci hansı ölçü yazılırsa, yəni ilk olaraq X xanasına hansı parametri daxil ediriksə, bütöv lövhənin hündürlük tərəfinə də məhz həmin birinci yazılan ölçü düzülür. Gəlin bunu real bir nümunə ilə vizual olaraq görək. Tutaq ki, istifadə etdiyimiz standart lövhəmiz 2800-ün 1220-yə mm ölçüsündədir. Redaktiv panelində yeni sətrə 120-nin 800-ə mm ölçüsündə 5 ədəd detal daxil edirik. Burada birinci ölçü olaraq 120 yazdığımız üçün, sistem bu ölçünü birbaşa lövhənin hündürlüyü, yəni 2800 istiqaməti boyunca düzəcəkdir. Sxem bölməsinə keçid etdiyiniz zamanda aydın şəkildə görəcəksiniz ki, detallar tam olaraq həmin qaydada, nəqşin hündürlük istiqamətində düzülüb. Nəqşiş əmri haraya verilibsə, detal dəqiq olaraq oradadır. Baxın, biz bayaq yuxarıda 600 yazmışdıq və proqram həmin 600 ölçüsünü lövhənin hündürlüyü olan 2800 istiqamətində yerləşdirib. İkinci ölçü 120 yazmışıq və sistem həmin 120-ni də eyni cür 2800 istiqamətində, yəni lövhənin böyük tərəfi boyunca uğurla düzdürüb. Dostlar, tutaq ki 500-ün 900-ə ölçüsündə 5 ədəd olan bu detalımızı şponlu seçmək istəyirik. Bunun üçün klaviaturadan Shift üstəgəl 1 tuşuna basırıq. Gördüyünüz kimi şpon funksiyası aktiv oldu. Enter düyməsini basdıqda isə məlumatlar uğurla yaddaşa düşür. Yenidən Shift üstəgəl 1 kombinasiyasını sıxdığımız zaman isə şpon örtüyü sönür. Əgər burada detal üçün CNC funksiyasını aktivləşdirmək istəyiriksə, bu zaman klaviaturadan Shift üstəgəl 2 düymələrinə basırıq. Beləliklə, CNC funksiyamız da aktiv hala gəlir. Gəlin yeni bir ölçü ilə davam edək. Ölçülərimiz 600-ün 963-ə, miqdarı 12 ədəd və bu detala da CNC əmrini uğurla tətbiq etmiş oluruq. Tənzimləmələr bölməsində bizim belə bir funksiyamız da var. Eyni detalları cəmlə. Bu funksiyanı söndürdüyünüz zaman eyni ölçülü detallar sistemdə cəmlənmir. Hamısı tək-tək ayrı-ayrı sətirlərdə yazılır. Bu, iş prosesində hər detala xüsusi nəzarət etmək üçün olduqca rahatdır. Bizdə burada həmçinin sütun sayı funksiyası da mövcuddur. Sütun sayını artırdığınız zaman sistemin vizual görünüşü dəyişir. Məsələn, gəlin bunu real bir nümunə ilə birlikdə yoxlayaq. Redaktör panelinə keçirir. Ölçülər 600-ün 520-yə mm. Hazırda sistemdə ölçülər santimetrlə qeyd olunub, yəni 60-ın 52-yə.
Digər bir sətrə isə 60-ın 70-i ölçüsündə 5 ədəd detal yazaq. İndi isə xülasə bölməsinə keçid edirik. Gördüyünüz kimi sütun sayı avtomatik olaraq 3-ə çıxdı. Biz bunu buradan istədiyimiz kimi dəyişib yenidən bir sütun formasına da sala bilərik. Amma sistemdə ilkin tənzimləmə, yəni default olaraq 2 sütun saxlamağınız daha məqsədə uyğundur. Belə olanda sxem daha oxunaqlı olur. Növbəti funksiyamız isə lövhənin kənarlarından nə qədər tıraşovka, yəni təmizləmə kəsimi ediləcəyini təyin etməkdir. Standart olaraq bura 10 rəqəmi gəlir, lakin bunu 5 etsəniz daha yaxşı olar. Əgər ehtiyac olarsa buradakı tənzimləmələri tamamilə sıfırlamaq da mümkündür. Bəs gəlin görək ümumiyyətlə tıraşovka nədir? Tıraşovka bütöv lövhənin kənarlarındakı qüsurları, zərbə izlərini təmizləmək üçün mişarın kənardan kəsib atdığı 5 mm-lik paydır. Bu funksiya sayəsində kəsimləriniz hər zaman tam ideal və təmiz. Pəncərədən birbaşa xülasə bölməsinə daxil oluruq. Diqqət yetirsəniz görərsiniz ki, bu xülasə bölməsində daxil etdiyimiz ölçülərin səmərəlilik faizi, ümumi lövhə sahəsi və kəsimdən sonra yerdə qalan tullantı, qalıq sahəsi kimi bütün vacib detallar tam şəkildə qeyd olunub. Həmçinin burada ümumi kəsim sahəsini, detalların kəsim uzunluğunu, istifadə olunacaq ümumi bant miqdarını, neçə millimetrlik mişar payının nəzərə alındığını və daxil etdiyimiz şponların kvadrat metrini də rahatça görə bilərsiniz. Əlavə olaraq, əgər varsa, CNC kəsimimizin də neçə kvadrat metr olduğu burada tam şəkildə əks olunur. İndi isə gəlin buradan sxem bölməsinə keçid edək. Sxem bölməsində artıq detalların lövhə üzərindəki düzülüşü bizə vizual olaraq göstərilir. Bayaq qeyd etdiyimiz CNC kəsimləri də daxil olmaqla lövhə üzərindəki bütün detallar burada aydın şəkildə sıralanır. Bu da ona görədir ki, kəsimçi usta işi görərkən hər bir detalı rahatlıqla bir-birindən ayıra bilsin. İndi isə gəlin bura diqqət yetirək. Bizim proqramda belə bir xüsusi butonumuz var. Bu buton vasitəsilə biz sistemdə mövcud olan kəsim alqoritmlərini seçə bilirik. Tam optimal nəticəni əldə etmək üçün proqramda fərqli alqoritmlər yer alıb. Amma daxili testlərimizə və təcrübəmizə əsasən deyə bilərəm ki, bizim üçün ən yaxşı, ən doğru variant elə ən birincidir. Yəni Ultra Multi-Engine rejimi. Ekranda da gördüyünüz kimi proqramda bu rejimin funksiyası haqqında qısa bir məlumat da qeyd olunub. Bu alqoritm necə işləyir? Deməli, sistemdəki bütün alqoritmlər, yəni Max-Rex, Guillotine və Shelf eyni anda paralel şəkildə yoxlanılır və proqram daxilində hər birini analiz edərək sizə ən optimal, ən az tullantı verən nəticəni seçib təqdim edir. Ona görə də bu parametrin elə standart olaraq, yəni default olaraq bu rejimdə qalması çox daha yaxşıdır. Çünki dediyim kimi bizim üçün ən mükəmməl nəticəni məhz bu alqoritm təmin edir. Baxın, bizim proqramda həm də istədiyiniz an mişar payını dəyişmək mümkündür. Ekrandan da görə bilərsiniz ki, proqramın optimallaşdırma alqoritmi elə sürətlidir ki, bu proses 1 saniyədən də az vaxt aparır. Məsələn, biz burada mişar payını dəyişən kimi proqram siyahıdakı bütün hesablamaları millisaniyələr içində avtomatik yeniləyir. İndi isə gəlin çox vacib bir funksiyaya, yəni qalıqların təyin edilməsinə baxaq. İş prosesində çox xırda detalların yararsız qalıq kimi kənara atılmasını istəmiriksə, bura müəyyən bir limit qoya bilərik. Tutaq ki, biz bura yarım kvadrat metr limit daxil edirik. Bu zaman sistem avtomatik olaraq həmin yarım kvadrat metrlik hissəni sizə növbəti işlərdə istifadə edə biləcəyiniz qalıq material kimi qeyd edəcək və hesabatına daxil edəcək. Gəlin, proqramımızın ən maraqlı və çevik funksiyalarından birinə, manual rejimə, yəni əl ilə idarə etməyə nəzər salaq. Sxem bölməsində optimallaşdırma panelinin üzərində yer alan bu düyməyə bir dəfə klikləməklə manual rejimi aktiv edə bilərsiniz. Yaxşı, bəs bu rejim bizə nə verir? Manual rejimdə siz istənilən detalın üzərinə klikləyərək onu öz istəyinizə uyğun olaraq 90 dərəcə fırlada bilərsiniz. Ekranda da gördüyünüz kimi düyməyə hər dəfə kliklədikdə detalımız dərhal dönür. Ehtiyacı uyğun olaraq detalı bu şəkildə bir neçə dəfə fırlatdıqdan sonra onu bir lövhədən digər lövhəyə də daşıya bilərsiniz. Baxın, detalı seçib başqa lövhəyə daşımaq istədikdə qarşımıza dərhal belə bir təlimat pəncərəsi çıxır. Təlimatda qeyd olunub ki, detalı daşımaq üçün hədəf lövhəni seçin və boş sahəsində 2 dəfə klikləyin. İndi isə elə bu təlimata uyğun olaraq gəlin ikinci lövhəyə keçid edək. Klikləyirik və hədəf lövhədəki boş sahəyə 2 dəfə klikləyirik. Və salam, gördüyünüz kimi detalımız dərhal digər lövhəyə transfer olundu. Burada çox mühüm bir məqam var. Detal başqa bir detalın üzərinə düşəndə sistem onu qırmızı rəngdə göstərir. Amma siz detalı digərinə yaxınlaşdırdıqda proqram mişar payını avtomatik olaraq özü tənzimləyir və yerləşdirir. Beləcə detal əvvəlki lövhədən silinərək tamamilə yeni yerinə keçir. Ancaq burada mütləq bilməli olduğunuz bir şərt var. Əgər manual rejimdə hər hansı bir əl dəyişikliyi etmisinizsə və sxemi bu şəkildə printerdən çıxarmaq istəyirsinizsə, mütləq elə bu rejim aktiv ikən print düyməsinə basıb birbaşa çap etməlisiniz. Çünki əgər siz manual rejimin butonunu söndürsəniz, etdiyiniz bütün əl dəyişiklikləri sıfırlanacaq və sistem avtomatik olaraq hər şeyi əvvəlki standart alqoritm vəziyyətinə qaytaracaq. Ona görə də printerə göndərməzdən əvvəl dəyişikliklərinizi tamamlayıb elə bu pəncərədən birbaşa çıxış almalısınız.